Sizə görə əxlaq nədir və ticarətin də əxlaqı olarmı, varmı? Əxlaq birinci növbədə insanın mahiyyəti ilə bağlı dəyərlər sistemidir və əxlaq dinlə bağlı deyil. Dindən öncə də dini təlimlərin insanlara vəhy yolu ilə çatdırılmasından öncə də əxlaq mövcud olmuş. Amma hər gələn din bu əxlaqı xatırlatmaq üçün, insanların yadına salmaq üçün öz müddəalarında əxlaq modellərini təkrarlayır, təqdim edir. Və İslam dinində də belədir. İslam özündən əvvəlki xeyirli əməlləri, yaxşı işləri məhz Allahın göndərdiyi kitabda vurğuluyur və insanlar da bunu həm bir tarixi təcrübədən gələn əxlaqı, həm də müqəddəs kitabda yazılan əxlaqı mənimsəyərək öz həyat sistemini nizama sala bilirlər. Çox insanlarda elə bir düşüncə var ki, əxlaqı gətirən və insana təqdim edən dindir. Əslində dindən öncə, dini baxışlardan öncə əxlaq mövcud olub. Hətta traybalist dinlərdə, bütpərəstlik dövründə həmişə əxlaq olub. Din, xüsusilə də səmavi dinlər bu əxlaqı müəyyən dərəcədə insana xatırlatmaq üçün gələn mahiyyətdədir. Və bir çox hallarda diqqət edirsinizsə, qissələr formasında, rəvayətlər formasında baş vermiş, mövcud olmuş əxlaqın xatırlanması ilə biz tanış oluruq. Və bu, həm də din müəyyən dərəcədə insanı həyatını bu əxlaq üzərindən nizama salmağa çağırış sistemidir. Əxlaq dediyimiz məsələ qərbdə belədir. Gərək əxlaq sənin özünə aid olan məsələdir. Əxlaq qonşuna aid olan məsələ deyil. Yəni, birinci, hər kəsin öz hesabatlığı üzərində qurulan və davranışını ona görə təyin edən bir insan modeli həmişə arzulanır. Və iş əxlaqı da, ticarət əxlaqı da, biznes əxlaqı da buna uyğun məsuliyyət tələb edən və başqasının haqqına girmədən, eyni zamanda da başqasının haqqını yeməməyi tələb edən bir davranış kodeksidir. Və insanlar çox vaxt bir ticarəti eyni dindən olan insanla etməyə bilirlər. Yəni, eyni müsəlman çox vaxt xristiyanla hansısa bir ticarət eləyir. Ya bir yəhudi ilə bir ticarət eləyir. Qeyri-müsəlmanlarla ticarət eləyir. Demək, ticarət eləyəndə onun dini mənsubiyyəti yox, onun əxlaqı və məsuliyyəti əsas önə çəkilir. Eyni yerdə namaz qıldığın insana güvənməyə bilərsən. Amma eyni yerdə yaşamadığın, tanımadığın, amma ilk bir ticari bir əməkdaşlıqda hansısa bir dürüstlüyünü artıq qəbul elədiyin insanla sən istənilən ticarəti eləməyə özünü hazır hesab edirsən. Ona görə də bu məsələdə məncə insanın əxlaqa dinlər üstü bir məsələ kimi baxması daha doğrudur. Weberin bir yaxşı bir sözü var. Deyir ki, siyasətdə iki əxlaq forması var. Bir inanc əxlaqı var, bir də məsuliyyət əxlaqı var. Sən inandığına hər türlü əməl edə bilərsən. İbadətini vaxtında eləyərsən, öz düşündüyünü həyata keçirmək üçün hər cür yola əl atarsan, fədakarlıq eləyərsən. Amma sənin bu atdığın addımlar cəmiyyətə, çevriyə həm də zərər vura bilər. Siz diqqət edirsə, radikalizmin daşıyıcısı olan çox sayda insanlar səmimi şəkildə öz inandığını həyata keçirirlər. Bəli. Amma öz inandığını həyata keçirənlər ayrı-ayrı çevrəmizdə olan dünyada dövlətlərin İslam adına öz cəmiyyətinə nə qədər ziyan vurduğunu, qadın haqlarına nə qədər böyük bir faciələr gətirdiyini, insan haqlarının nə dəfələrlə pozulduğunu, insanı hətta ibadətə belə yönəldəndə saxtakarlığa cəlb etdiyini, məcburi oruç tutmaq, məcburi namaz qılmaq, kiməsə görünmək üçün qorxudan bunları eləmək vərdişinə insanları yönəldir. Amma məsuliyyət əxlaqı öz inandığından fərqli cəmiyyətin sorumluluğunu, məsuliyyətini öz üzərinə almaqdır və cəmiyyətdə düzəni, ədaləti doğru təmin eləməkdir ki, o cəmiyyətdə nizam, intizam pozulmasın, insanların haqlarına girilməsin, insan öz haqqını qorumaq üçün lazımi səviyyədə mühit əldə edə bilsin. Ona görə də biz daha çox
məsuliyyət əxlaqı üzərində danışmalıyıq və ticarət də, biznes də, həyatın bütün sahələri də məsuliyyət əxlaqına aid sahələrdir.